Yaxşı, bu gün dərsimiz neft sənayesi. 19-cu əsrin belə deyək də, 1-ci əsr Çar Rusiyası Azərbaycanı ələ keçirdikdən sonra neft sahələrini iltizama verildi. Ümumiyyətlə bilirsiniz, Azərbaycanın təbii sərvətləri içərisində neft daha çoxdur və daha çox qabarıq rol oynayır. 19-cu əsrin əvvəllərində neft sənayesi çox da güclü inkişaf eləməmişdi. Çünki insanlar nefti adətən evlərində çıraq işığında istifadə edirdilər. Rusiya sənayesinin də neftə ehtiyacı yox idi, dünya sənayesinin də neftə ehtiyacı yox idi. Onun üçün neft sənayesi zəif inkişaf edirdi, məcburi əmək var idi, iltizam sistemi mövzudur. Məcburi əmək nə idi? Yəni bizdə feodalların, kəndlər feodallardan asılı olmasalar da və torpaq sahələri adətən əvəzi ödənilmədən məcburi işlərdə kəndləri işlədirdilər. Biyar əvrəz kimi. Ona görə də yəni o cəhətdən məcbur əmək deyirik. İltisam isə icarə sistemi deməkdir. Yəni deyək ki, məsəl üçün mən hər hansı bir neft mədənini götürürəm, neftli torpağı icarəyə 100.000 manat verirəm. O torpaqdan çıxan nefti satmaqla o gəlirimi əldə edirəm və əlavə gəlir əldə edirəm. Yəni bu tipli bir şeylər edirik. Neft sənayesində ilk dəfə 1848-ci ildə qazma buruqsuna neft çıxarılacaqdı. Dünya tarixində ilk dəfə olaraq dünya tarixində qazma neft buruqsundan çıxarılır. Lakin sonraki dövrdə neft hasilatı aşağı düşdüyü üçün sonradan əllə qazma prosesi oldu. Amma neft sənayesi inkişaf edilsə daha çox artıq qazma buruqsu tətbiqi genişlənəcəkdir. 19-cu əsrin 1-ci əsrin neft sənayesi çox güclü inkişaf edilmişdir. Lakin 50-60-cı illərdə Rusiyanın neftə olan tələbatı, sənayədə neftin əsas rol oynaması artıq Rusiyanın bu sahəyə çox böyük diqqət yetirməsinə gətirib çıxaracaqdır. 1859-cu ildə ilk Bakıda neftdarima zavodu yaradılacaqdı və bu neftdarima zavodu demişik, neft hasilatında əsas rol oynayacaqdı. 1863-cü ildə Cavad Məlikov tərəfindən yerli kapitasiya tərəfindən neftdarima zavodu yaradılacaqdı və burada soyuducu sistemlə tətbiq ediləcək yeni texnologiya. Neft sənayesində yeni texnologiya tətbiq olunması 19-cu əsrin 1-ci yarısına, 2-ci yarısına oxşar cəhət eləyir. 1864-cü ildə əvvəlki dəstədə bilirsiniz, neft sənayesində məcbur əmək ləğv ediləcəkdi, artıq muzlu əmək tətbiq olunacaqdı və neftin ən çox inkişaf elədiyi dövr 19-cu əsrin 70-ci illəri olan dövrdür. Neft sənayesi getdikcə inkişaf edəcək, Rusiya əməlli addımlar atmağa çalışırdı. Bu əməlli addımlar nə idi? 1872-ci ildə iltisam sistemi ləğv ediləcəkdi. Artıq neftli torpaqlar icarə yox, birbaşa alqı-satqı obyektinə çevrilir və birbaşa neftli torpaqlar alqı-satqı ilə sahiblərin əlinə keçəcəkdir. Bu dövrdə Rusiyanın əsas məqsədi iltisam sistemi ləğv edildikdən sonra pensiyaya çıxmış rus zabitləri, iş adamlarına neftli torpaqları bağışlayırdılar ki, adətən neftli torpaqlar yerli sahibkarların əlinə keçməsin. Lakin Azərbaycanlı burjuaziya nümayəndələri, yəni varlı təbəqənin nümayəndələri Hacı Tağıyevdi, Şəmsə Əsədullayevdi, sonra Murtuza Muxtar və Musa Nağıyevdə neftli torpaqlara sahib olacaqdı. 1873-cü ildə sizin indiki bildiyiniz Ağşəhər, əvvəllər Qaraşəhər adlandırılırdı. Orada neftdarima zavodları yaradılacaqdı. Sonra kiçik çaplı, belə deyək də, neftdarima zavodları və böyük neft şirkəti neftdarima zavodları yaradılacaqdı. 73-cü ildə buxar mühərrikləri tətbiq olunacaqdı. 70-ci illərdə zərbi üsulu tətbiq olunacaqdı. 70-ci ildə fontan üsulu tətbiq olunacaqdı. Neftin çıxarılmasında bu üsullar daha da nefti asanlaşdıracaqdı. Lakin buna baxmayaraq Rusiya dövlətinin özünün infrastrukturunun, yol nəqliyyat sisteminin zəif olması Bakıda çıxan nefti Rusiya lazım qədər daşınmasına imkan verir. Buna görədir, buna da bir çarələr tapılmağa başlayacaqdı. Bu dövrdə həmçinin Rusiya görür ki, ikinci bir məqam Rusiya görür ki, 19-cu əsrdə neft sənayesini yerli kapitalistlər, yəni Rus kapitalistlər, bir də Azərbaycan kapitalistləri hesabına inkişaf elətdirə bilməyəcək, ona görə xarici kapitalistlərin gəlişinə icazə verəcək. Buna görə də 1879-cu ildə Azərbaycan Nobel şirkəti nüfuz edir. İsveç qardaşları Nobeldə neft sənayesinə şirkət açacaqlar. Əslində 70-ci illərdə gəlmişlər, amma 79-da rəsmi şəkildə ofislərin açılışı olmuşdur. Nobel qardaşları neft sənayesində bir çox inqilaba imza atacaqlar, dünyada və Azərbaycanda. Neftin daşınmasını asanlaşdırmaq üçün 1878-ci ildə Xəzər dənizində dünyada ilk dəfə su üzərində üzən maye daşıyan tanker olacaqdı. Elə eyni ildə 78-də neft boru kəməri istifadə veriləcək. Bundan neftin daşınması daha rahat olacaq. 19-cu əsrin 80-ci illər neft sənayesi tarixinə baxdığımızda isə biz burada nə görə bilərik? 80-ci illərdə
biz birinci görürük 1880-ci ildə vaqon sistemlərlə neftin daşınması prosesi başlayacaqdı, yəni bu formada. Bir də 80-ci illərdə Fransız Rothschild ailəsi neft sənayesinə nüfuz edəcəkdi. 19-cu əsrin 90-cı illərinə baxdığımızda isə burada İngilis şirkətləri neft sənayesinə nüfuz edəcəkdi. Artıq 19-cu əsrin 90-cı il dünyada neft hasilatı görə Azərbaycan dolayısıyla Rusiya birinci yerə çıxacaqdı, Amerika ikinci yerə çıxacaqdı və burada insar birliklər yaranacaqdı. İnsar birliklər nədir uşaqlar? Bazarda deyək ki, bir çox neft şirkətləri var, amma bunlar içərisində bəziləri böyüyür, inkişaf edir, güclənir və bu neft şirkətləri inkişaf edib güclənməsi nəticəsində iri şirkətlər yaradacaqlar. Baxın, o insar birliyi dediyimiz sistem bu deməkdir. 1893-cü ildə Peterburq müşavirəsində Bakı neft sənayeçiləri birləşərək Ağ Neft Zavodlar İttifaqını yaradacaqlar. Ağ Neft Zavodlar İttifaqını yaradırlar. Bu Ağ Neft Zavodlar İttifaqı Amerikanın belə deyək də Standard Oil şirkəti ilə bərabərində dünyada neft bölgüsünü, yəni kim hansı bazarda pay sahibidir, kim hansı bazarda satmalıdır, bölgüsünü razılaşacaqlar. Lakin Ağ Neft Zavodlar İttifaqı 1897-ci ildə daxili çəkişmələr nəticəsində bir növ parçalanacaqdı bu şirkət. Bu şirkətin aparıcı rolunu Nobel qardaşları oynayırdı, yəni Nobel şirkəti oynayırdı. Azərbaycanlılardan isə bu içərisində, yəni bu şirkətin içərisində Hacıdin Tağıyev əsas rol oynayacaqdı. Lakin 19-cu əsrin 90-cı ildə şirkət daxili çəkişmələr hesabına belə bir növ belə deyək ki, ləğv ediləcəkdir. Bu da sizin neft sənayesi olan dərsiniz.